Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. 3 sual verilişi ilə sizin qarşınızdayıq. Hər həftənin 4-cü günü, yəni cümə axşamı günü 15 dəqiqəlik bu veriliş efirdə yayımlanacaqdır. Bu verilişin yayımlanmasında əsas məqsəd sizi təmir, tikinti, alqı-satqı sahəsində maarifləndirməkdən ibarətdir. Verilişimizdə 3 sual səslənəcək və bu 3 sualı qonaqlarımız təmir, tikinti, alqı-satqı sahəsində cavablandıracaqdılar. Bugünkü verilişimizin ilk qonağı isə City Design şirkətinin rəhbəri Mircamal Ağayevdir. Buyurun Mircamal bəy, sizi studiyamıza dəvət edək. Buyurun. Xoş gəlmisiniz. Sağ olun. İlk öncə City Design şirkəti haqqında məlumat vermək istəyirəm. Bakı şəhəri üzrə istənilən yerdə mənzillərinizi təmir və tikinti sahəsində sizə köməklik edəcək bir şirkətdir. Həmçinin bu şirkətə mənzillərin alqı və satqısı da daxildir. Bu şirkətin ünvanı Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yerləşir. İndi isə City Design şirkətinin rəhbəri Mircamal Ağayevə ilk sualımızı ünvanlayaq. Mircamal müəllim, təkrarən xoş gəlmisiniz. Xoş gördük. Xeyirli olsun verilişinizdə. Çox sağ olun, minnətdaram. Mircamal bəy, müştərilərimizi maraqlandıran ən önəmli suallardan birinə vermək istəyirəm sizə. Hal-hazırda, yəni 2026-cı ildə dəbdə olan müasir təmir forması hansılardır? Təmir forması deyəndə yəqin ki, dizayn stilində sual verirsiniz. Belə deyək, bugünkü gün minimalizm və qarışıq dizaynlar daha çox üstünlük verilir. Loft dizaynlar demək olar ki, çox üstünlük verilmir. Bugün bizim ən böyük problemimiz odur ki, insanlar evdə oturur, girir saytlara, Pinterest və yaxud da başqa bir saytlara və dizayn növü seçir. Bir otaq başqa cür olur, bir otaq başqa cür, bir otaq başqa cür dizayn seçir və o dizaynın ümumiyyətlə adı olmur. Minimalizm adı ilə başlayırıq, amma Maksimalizmə gedirik. Yəni qarışıq bir dizayn çıxır. Bilmək olmur ki, yəni atıram, zalı təmir edirik minimalizm üslubunda, çox gözəl, qəşəng. Keçirik yataq otağına, yataq otağında gördüyü şəkillərə uyğun deyir ki, burada bu olsun, burada bu olsun, taxt filan yerdə olsun, filan cür taxt olsun və baxırsan ki, yəni zalı dizaynla yataq otağının dizaynı bir-birinin yəni düz gəlmir bir-birinə və qarışıq bir dizayn növü seçilir. Onun üçün biz üstünlük veririk, biz müştəri təklif veririk ki, belə bir dizaynımız var. Siz bunu mu xoşlayırsınız, yoxsa öz istəyinizi deyirsiniz? Onlar öz istəklərini deyirlər və ona uyğun qarışıq bir dizayn da çıxarda bilirik və yaxud da minimalizm dizayn çıxarda bilirik. Yəni əsas burada biz üstünlük veririk müştərinin istəyinə. O necə bir istəyirsə, biz ona uyğun dizayn çəkib və təmiri yekunlaşdırırıq. Çox gözəl giriş elədiniz. Ona uyğun da başqa bir sual yönləndirmək istəyirəm. Yəni maksimalizmdən minimalizmə, yəni qənaətlə təmir etmək istəyən müştərilər ziyanla çıxırlar. Bəs yaxşı, təmir prosesi zamanı müştərilərlə çox nəyə fikir verməlidirlər ki, həm keyfiyyətli təmir çıxsın, həm də ki minimalizm, qənaət olunsun. Təmir prosesi zamanı mən məsləhət görərdim ki, ən birinci evin proyekti çəkilsin və yerləşdirmə planına çox fikir versinlər. Çünki yerləşdirmə planı çox vacib bir məsələdir. Bugün siz taxtın arxasında kulçat erazitika istəyirsiniz və üstündə bura istəyirsiniz. Onun yerləşməsi, ara məsafələri, tumbanın razmeri, taxtın razmeri düzgün hesablanmayanda sonradan təmir bitənə yaxın, təmir prosesi bitənə yaxın çox böyük problemlər çıxır ortalığa. Evin işıqlandırması, tavanın hündürlüyü, pəncərələrin harda yerləşməsi, qapının harda yerləşməsi və işığın növündən asılı olaraq evin aurası tam dəyişə bilər. Misal çəkin, biz bir emulsiya vurmuşduq bir mənzilə. Mənzilin dizayn çəkilib, hər şey hazırdır. Emulsiyanı vurduq, rəngi özü seçdi, xoşu gəldi. Emulsiya vurduq, super bir şey çıxdı. İşıqlandırma 4000K-dan istifadə olundu və çox qəşəng, sırf çəkdiyimiz emulsiyanın effektini aldıq. Başqa bir mənzil təmirlədik və o mənzildə biz mənzil sahibinə dedik ki, belə bir mənzilimiz olub, istəyirsinizsə, yəni xoşunuza gəlirsə, bu rənglərdən istifadə eləyək. Dedi, okey, istifadə eləyək. Sadəcə mən mənzil sahibinə dedim ki, biz bunun dizaynını çəkək, işıqlandırmanı, yerləşməni nəzərə alaq, ona uyğun rəng seçək. Dedi, yox, mən bu rəng xoşuma gəlir və bunu istəyirəm tətbiq eləyəsiniz mənim evimdə. Biz onu tətbiq elədik, amma əvvəlki evdəki effekti orada ala bilmədik. Nəyə görə ala bilmədik? Xolun genişliyi, balacalığı, işıqlandırma, pəncərə, bütün bu amillər hamısı divar rənginə təsir eləyir. Sən bunu görürsən, məsələn, moko rəng. Amma divara vurandan sonra o ton fərqi verə bilir.
açıla bilir, tündəşə bilir və o da istəmədiyimiz bir işin ortaya çıxmağına səbəb ola bilir. Maraqlıdır, çox gözəl. İzləyicilərimizin ən çox belə deyim, verdiyi suallardan biri də təmir paketlərinə nələr daxildir? Yəni sizin şirkət təmir paketlərini minimum neçədən başlayır və təmir prosesi nə qədər vaxt çəkir? Bu sual çox belə qarışıq bir sualdır və aktualdır. Yaralı yerimizdir, çox yaralı yerimizdir. Çünki biz səhifəmizdə elədiyimiz təmirləri paylaşırıq. Müştəri oturub evdə, işdə hardasa baxır, okey, bu təmir çox gözəldir, xoşuma gəldi. Atıram 50 kvadrat, 60 kvadrat evi var və zəng vurur bizə deyir ki, evin təmirini neçə eləyirsiniz? Mən onu bilə bilmirəm, o hansı növ təmirə baxıb. Necə bir şey istəyir? Müasir təmirimi istəyir, aboyla mı istəyir, emulsiya ilə mı, venesiyanka mı, levka mı, kermogranitin qiyməti, qapıların qiyməti, ruçkanın qiyməti, çıl-çıraq, işıqlandırma, hamısının qiyməti təmirin, daha doğrusu növü qiymətə təsir edir. Yəni bugün bizdə 250 manatdan başlayaraq 1000, 1500, 2000, yəni bu qiymətə qədər təmir növü var. Onun üçün də biz onun dəqiq cavab verə bilmirik. Onun dəqiq cavab vermək üçün biz müştəri ilə görüşməliyik, evə baxış keçirməliyik, evin ümumi proyekti çəkilməlidir, harda nə pirdelka olunacaq, nə dəyişiklik olacaq, təmirin növü seçilməlidir və təmirin növü seçiləndən sonra biz ona bir qiymət deyə bilirik. Yəni bu qiymət aralığında sizin evi təmir eləyə bilərik. Belə şifahi, yəni heç bir şey demək olmur. 250 manatdan başlayır 2000-ə qədər. Aydındır. Çox sağ olun Mircamal bəy. Və sonda qeyd etmək istəyirəm ki, hər həftənin 4-cü günü efirdə yayımlanacaq 3 sual verilişimizə siz də qoşula bilərsiniz və şərh bölməsində istənilən sualı qonağımıza və bizə ünvanlaya bilərsiniz və sizin verdiyiniz sualı sizin hesab səhifəsinin adı ilə birbaşa efirdə səsləndirərək qonaqlarımıza ünvanlayacağıq. Sağ olun, növbəti görüşlərə qədər.